Hoş gördük kızlar. Deməli bugün ciyər dolması bişirdim. Ağ və qara ciyərdən onu büktüm. Kələmi çox almışdım 2 dənə. Ona görə də kələmdən artıq qaldı. Həmin qalan artıq kələmi belə pörtdətdim. Bundan sabah Qəbələdən bir xanım deyib ki, qoz dolması olur. Düzdür, o yarpaqla deyib, mən kələmlə eləmək fikrim var. Yəni qalan kələmi necə dəyərləndirirəm, onu demək istəyirəm sizə. İçinin xırdalarını doğradım. Azca limon duzu əlavə elədim və duz əlavə elədim. Bu sabah qəşəng üstünə bol yumurta çırpıb kələm küçüsü eləyəcəm. Çox dadlı olur. Bu burada. Biraz bərk yerlərini və həm pörtlənmiş, həm də çiğ kələmi belə doğradım. Duz istəyir. Bir də qırmızı biber, yaşıl biber elədim. Bunu da qəşəng 2 günə yetişir. Oldu turşu. Yenə bu qaldı. Bunu da atmıram. Əslində heyvan malqara var, atmadım. Götürürəm, bunu da qəşəng doğrayıram. Bunu da qəşəng duzla öldürüb, ondan sonra soğanla qovururam. Olur qəşəng kələm qovurması. Hamısı çox qəşəngdir. Yəni kələmin heç birini atmadım, dəyərləndirdim. Bu arada bəlkə güləsiniz. Kələmin pörtlənmiş suyunda ayaqlarınızı qoyun. Ayaq ağrıları olanlar. Çox xeyirlidir, mütləq eləyərsiniz. Ayaq ağrıları olanlar kələmi pörtlənmiş suyuna ayaqlarını qoya bilər. Bax belə. Gördünüz? Paylaşdım ki, biləsiniz. Atmayın. Hər bir şeyi dəyərləndirirəm. Yoxdan var eləyə günləri bir-birinin ardınca yola verirəm, gedir.